Salam əziz birincilər, xoş gördük sizləri. Bugün sizlərlə Bahar nəşriyyatının Kür Araz dərsliyindən riyaziyyat bölməsindən qaldığımız yerdən davam edirik. Bugün toplam və çıxmanın əlaqəsi test 17-ni işləyəcək. Baxaq uşaqlar birinci testimizə. Boşxanadakı ədədi müəyyən edin. Gəlin baxaq. Burada necədir? 5 toplanıb 4 bərabərdir 9. Baxırıq 9 çıxılıb, bərabərlik 5-dirsə nə edirik? 9 çıxaq 5. Neçə qalır? 4. Demək 9-dan 4 çıxanda 5 qalır. Cavabımız olur B bəndi. Baxırıq uşaqlar ikinci sualımıza. Boş xanadakı ədədi müəyyən edin. Baxırıq əvvəl yenə 1-i. 4 çıxaq 2 bərabərdir 2. 2 toplanıb, bərabərlik 4-dürsə, 4-dən 2 çıxılanda neçə qalıb? 2. Demək 2 ilə 2-ni toplasaq neçədir? 4. Cavabımız olur A bəndi. Baxırıq uşaqlar üçüncü sualımıza. Verilən misalın doğru olub olmadığını necə yoxlaya bilərik? Gəlin baxaq. 2-nin üstünə 4 toplanıb neçədir? 6 edib. İndi nə edə bilərik? 6-dan 2 çıxsaq 4 qalır. Çıxaq 2, 4 qalır və yaxud da ki 6 çıxaq 4, 2 qalır. Bu iki qaydada da yoxlamaq olar. Hansı bəndimiz uyğun gəlir? A bəndimiz uyğun gəlir. Baxırıq uşaqlar indi də dördüncü sualımıza baxaq. Verilən misalın doğru olub olmadığını necə yoxlaya bilərik? Gəlin baxaq. 10 çıxaq 7 bərabərdir 3. Nə edə bilərik? 3 üstə gələk 7 bərabərdir 10. 7 üstə gələk 3 bərabərdir 10. Bu qaydalarla yoxlamaq olar. Hansı bəndimiz uyğun gəlir? Əlbəttə ki, A bəndimiz uyğun gəlir. Baxırıq uşaqlar 5-ci sualımıza və verilən domino daşına uyğun olmayan misalı seçin. Bizdən nə soruşur? Bu domino daşıdır 4, 1. Burada 4'dür, burada 1'dir. Toplaya da bilərik uşaqlar. 4'ün üstünə 1 gəlsək neçədir? 5 edir. 5'dən 1 də çıxa bilərik. Neçə qalır? 4 qalır. Hansı misal uyğun olmaya bilər uşaqlar? C bəndimizə baxın. Baxırıq A bəndində 4 üstə gələk, 1 üstə gələk 4, 5 edir, doğrudur. 5 çıxaq 1, doğrudur. Ancaq 4 çıxaq 1 uyğun deyil. Cavabımız olur C bəndi. Baxırıq uşaqlar indi də 6-cı sualımıza baxaq. 6-ya. Hansı misal verilmiş ədəd üçlüyünə uyğun deyil? Yenə bizdən nə soruşur? Uyğun deyil. Baxın. 4 toplanıb 3 bərabərdir 7. Eləmi? 4 ilə 3 toplanıb 7 edib. 3 toplayaq 4, 7. Doğrudur. 7 çıxaq 4. Bərabərlik 3 doğrudur. Amma 4 çıxaq 3. C cavabımız uyğun deyil uşaqlar. İndi isə baxırıq uşaqlar 7-ci sualımıza. Ədəd üçlüyünə uyğun misalı hansıdır? Baxın, misal hansıdır deyir biz. Ədəd üçlüyü nədir? 5 toplanıb 1 bərabərdir 6. Hansı ola bilər? 6 çıxaq 1 bərabərdir 5. 6 çıxaq 5 bərabərdir 1. Hansı uyğundur? Əlbəttə ki 6 çıxaq 1 bərabərdir 5. B bəndimiz uyğun gəlir. Baxırıq uşaqlar 8-ci sualımıza. Cavad meşədən 5 ağ göbələk və 4 qırmızı göbələk yığdı. O cəmi neçə göbələk yığdı? Tapdığınız cavabı çıxma əməli ilə yoxlayın. Çıxma əməli ilə nə edirik uşaqlar? Yoxlayırıq. Əvvəl nə edirik? 4, üstə gəldik 5. Neçə olur? 9. 9 çıxaq 4 bərabərdir 5. Hansı bəndimiz uyğun gəlir? A bəndimiz uyğun gəlir. Baxırıq uşaqlar indi də 9-cu sualımıza. Modellə verilmiş misalın doğruluğunu yoxlayın. Baxaq, modelimiz neçədir? 1, 2, 3, 4, 5, 10'dur. 10 çıxaq 1, 2, 3, 4-ün üstünə xətt çəkilir. 4 neçə edir? 6. Necə yoxlaya bilərik? 4 üstə gələk. 6 bərabərdir 10. Hansı bəndimiz uyğundur? Əlbəttə ki, A bəndimiz uyğundur. Baxırıq uşaqlar indi də 10-cu sualımıza baxaq. Bir dəqiqə. Ədəd oxunda təsvir olunan çıxma əməlinin doğruluğunu hansı misal ilə yoxlaya bilərik? Bizə nə deyir? Ədəd oxunda çıxma əməlinin doğruluğunu deyir. Hansı misalla yoxlaya bilərik? 1, 2. 2'dir. 1, 2, 3, 4. Toplanıb 3. Bərabərlik neçədir? 5. Hansı misalla yoxlamaq olar uşaqlar? 3-ün üstünə 2 gəldik. Topladıq neçə elədi? 5 elədi. 1, 2, 3, 4, 5. Burada neçədir? 5'dir. Demək, B bəndi ilə yoxlaya bilərik. Cavabımız olur B bəndi. İndi isə baxırıq uşaqlar toplama və çıxmanın əlaqəsi çalışma 17-yə. Baxaq. Bir dəqiqə.
2 toplanıb 6 bərabər olar neçə? 8. 6 ilə neçə toplansa 8 edər? Əlbəttə ki 2. 8 çıxaq 2 6 edirsə 8-dən 6 çıxırıq 2 qalır. 1 ilə 7-ni toplayıb 8 alırıq. 1 ilə neçəni toplasaq 8 alır? Əlbəttə ki 7 ilə 1-i toplayırıq 8 alır. 8-dən 7 çıxılır 1 qalır. 8-dən 1 çıxırıq 7 qalır. Baxırıq uşaqlar 5-dən 2 çıxırıq 3. 2-nin üstünə 3 toplayırıq 5. 5-dən 2 çıxırıq 3. 3-ün üstünə 2 toplayırıq 5 edir. Baxırıq uşaqlar indi də bir dəqiqə 9 çıxaq 2. 7. 2-nin üstünə 7 toplayırıq 9. 9-dan 7 çıxırıq 2 qalır. 7-nin üstünə 2 gəlirik 9 edir. İndi isə baxırıq uşaqlar ikinci çalışmamıza. Ədəd üstünlüyünü tamamlayın. Ədəd üstünlüyü ilə bağlı müxtəlif misallar yazın. Bizə nə deyir? Tamamlayın. Cavab neçədir? 10-dur. 10-dan 3 çıxsaq neçə qalır? 7. Demək 7 ilə 3-ü toplasaq neçə edir? 10 edir. Sonra nə edirik? 10-dan nə edirik? 0 çıxsaq neçə qalır? 10 qalır. 5-in üstünə 5 toplasaq neçə edir uşaqlar? Əlbəttə ki 10 edir. Baxırıq burada uşaqlar neçədir? 9, 6. Cavab 9-dursa nə edirik? 6 ilə 3-ü toplasaq nə olur? 9 olur. 6 toplayaq 3. 9 edirsə burada nədir? 9 çıxaq 3. Neçə olur? 6 olur. Və yaxud da ki uşaqlar burada necədir? 3 toplayaq 6 bərabərdir 9 edir. 9 çıxaq 6 bərabərdir 3. İndi isə baxırıq uşaqlar 3-cü çalışmamıza. Modellə verilmiş çıxma əməlini yazın və cavab toplama əməli vasitəsilə yoxlayın. Baxırıq, modellə verilmiş çıxma əməlini yazırıq və cavabları toplama əməli ilə yoxlayırıq. Baxaq birinci bura. Modelimiz neçədir? 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 çıxaq 3 neçə edir? 5 edir. Nə edirik? 3 toplayaq 5 bərabərdir 8. Baxırıq bu modelimizə. 1, 2, 3, 4, 5, 6. 6 çıxaq 2 bərabərdir neçə edir? 4 edir. 2 toplayarıq 4 bərabərdir 6. Baxırıq C bəndinə uşaqlar. 1, 2, 3, 4, 5, 6, 7. 7 çıxaq 5 bərabərdir 2. 5 üstə gələk 2 bərabərdir 7. İndi isə baxırıq uşaqlar 4-cü məsələmizə baxağın. 4-cü məsələmizdə bizdən nə soruşur? Məsələləri həll edin və cavabı toplama əməli ilə yoxlayın. Bowling daşlarının 4-ü aşdı, neçə daş qaldı? Baxırıq neçə bowling daşımız var uşaqlar? 2, 4, 6, 7. 7 çıxaq 3. Neçə qalır? 7 çıxaq 4 bərabərdir 3. Toplama əməli ilə yoxlasaq necə olar? 4 üstə gələk 3 bərabərdir 7. Baxırıq uşaqlar indi də B-yə. Nuray qələmlərinin 6-sını rəfiqəsinə verdi. Nurayın neçə qələmi qaldı? Əvvəl sayaq görək neçə qələm var. 2, 4, 6, 8, 9 qələm var. 9 çıxaq 6. Neçə qaldı? 3 qaldı. 3 ilə 6-nı toplasaq neçə edir uşaqlar? 9 edir. İndi isə baxağın 5-ci sualımıza. Baxırıq uşaqlar bir dəqiqə yaxınlaşdıraq. Baxağın. Domino daşına uyğun misalları seçin. Bizdən nə soruşur? Domino daşına uyğun misalları seçirik. Domino daşımız neçədir? 2, 2 toplanır. 2 ilə 2-ni toplasaq neçə edir? 4. Birinci uyğun gəlir, baxırıq. 4-dən 4 çıxırıq, 0 uyğun gəlmir. 2 ilə 4-ü toplayırıq, 6 uyğun gəlmir. 4-dən 2 çıxırıq, 2 uyğun gəlir. Baxırıq uşaqlar B bəndinə. 4, 1 toplasaq neçə edir? 5 edir. 4 ilə 4 toplanıb, 4 edib uyğundur. 5-dən 1 çıxılıb, 4 edib uyğundur. 1 ilə 4-ü toplanıb 5 edib uyğundur. 5-dən 5 çıxılıb 0 uyğun deyil. Baxırıq uşaqlar C bəndinə 4 ilə 4 toplanıb 8 uyğun deyil. Amma burada neçə? 4, bu da 5-dir. Toplasaq neçə edir? 9 edir. 9-dan 6 çıxılıb 3 qalıb. Uyğun deyil. 4 ilə 5 toplanıb uyğundur. 9 edir. 9-dan 5 çıxılır. 4 qalır. Uyğundur. Baxırıq uşaqlar D bəndinə 6 buradadır. 2 buradadır. Baxırıq 6 ilə 2 toplanıb 8 uyğundur. 8-dən 4 çıxılıb 4 qalıb uyğun deyil. 4 ilə 4 toplanıb 8 uyğun deyil. 8-dən 2 çıxılır 6 qalır uyğundur. Baxırıq uşaqlar 6-cı sualımıza verilmiş misalların doğruluğunu yoxlayacağımız misalları uyğunlaşdıraq. Gəlin baxalım. 8 çıxaq 3 bərabərdir 5-dirsə 5 ilə 3-ü toplasaq 8 edir.
4 ilə 2 toplanıb 6 edirsə, 6-dan 2 çıxıb 4 alınır. Uyğunluq budur. Baxırıq uşaqlar 10-dan 3 çıxılıb 7 qalsa 7 ilə 3-ü toplasaq 10 edər. Baxırıq 2 ilə 3 toplanıb 5 edibsə 5-dən 2 çıxarıq 3 qalar. 9-dan 3 çıxılıb 6, 3 ilə 6-nı toplayıb 9 alırıq. 4 ilə 4 8 edirsə 8-dən 4 çıxırıq 2 qalır. İndi isə baxırıq uşaqlar 7-ci sualımıza baxağım. Bizdən nə soruşur? Ədəd oxunda təsvir olunmuş toplama əməllərini yazın və cavabı çıxma əməli vasitəsilə yoxlayın. Əvvəl nə edirik? 1, 2, 3. 3 toplanıb neçə? 5. Bərabərlik neçə olur? 8 olur. Sonra nə edirik? 8 çıxaq 5 bərabərdir 3. Baxırıq B bəndinə uşaqlar. 1-dir bura. 1 toplanıb neçə? 2, 3, 4, 5, 6, 7-dirsə, burada neçə olur? 6. 1 ilə 6-nı toplasaq neçə edir? 7. Nə edirik? 7 çıxaq 6 bərabərdir 1. Baxırıq C bəndinə. Ədəd oxuna baxağın neçəni göstərir? 1, 2, 3, 4, 5. Baxın burada da 10-dur. 5 ilə 5 toplanıb neçədir? 10 edir. Sonra nə edirik? 10-dan 5 çıxırıq. Neçə qalır? 5 qalır. Baxırıq uşaqlar indi də 8-ci sonuncu sualımıza. Doğruluğu səhv yoxlanılan misalları x ilə işarələyin. Gəlin baxaq, doğruluğu səhv yoxlanılan misalları işarələyək. 8 çıxaq 3, 5-dirsə 3 ilə 5 toplanıb 8 edir. Doğrudur. Baxırıq 9 çıxaq 5, 4-dirsə 5-dən 4 çıxılıb 1 qalıb. Doğru deyil. Baxırıq 2 ilə 6 toplanıb 8-də 6-dan 2 çıxılır 4 qalır. Doğru deyil. Baxırıq uşaqlar 6 ilə 4 toplanıb 10 edib 10-dan 4 çıxırıq 6 qalır. Doğrudur. Baxırıq 5 çıxaq 3 2-dirsə 2 ilə 3 toplanıb 5 edibsə doğrudur. Baxırıq uşaqlar F bəndinə 7-dən 4 çıxılır 3 qalır. 4 ilə 2 toplanır 6 doğru deyil. 1 ilə 9 1 ilə 8 9 edir. 8-dən 1 çıxırıq 7 doğru deyil. Baxırıq sonuncuya 4 ilə 1 toplanır 5 edir. 5-dən 4 çıxırıq 1 edir. Doğrudur. Əziz dostlar, bu günlük bu qədər. Növbəti videolarda görüşərik. Sağ olun.